Bismillahirrahmanirrahim. Laqad nasarakumullahu fi mawatin kathiratin wa yawma Hunayn إذ أعجبتكم كثرتكم فلم تغن عنكم شيئا وضاقت عليكم الأرض بما رحبت ثم وليتم مدبرين ثم أنزل الله سكينته على رسوله وعلى المؤمنين وأنزل جنودا لم تروها وعذب الذين كفروا وذلك جزاء الكافرين ثم يتوب الله من بعد ذلك على من يشاء والله غفور رحيم. Rəhman və Rəhim olan Uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində, bərəkət dolu saatlarda yenidən hər birinizi xoş gördük. Bu gün də Quran-Kərimin fərqli bir ayəsi işığında əsr səadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Gün keçdikcə müsəlmanların sayı artır, İslam dini daha da geniş yayılmağa başlayırdı. Bir zamanlar Bədirdə bir ovuc olan İslam ordusu Hüneyndə artıq 12.000 nəfərə çatmışdı. Müsəlmanların sayı çox, müşriklərin sayı isə az idi. Elə bu vaxt orduda olanlardan biri arxanlıqla belə dedi: "Yəqin ki, az olan düşmənə məğlub olmarıq." Bu sözləri eşidən Həzrət Peyğəmbər salavatullah çox narahat oldu. Çünki İslam ordusu az və zəif olduğu vaxtlarda da Allahın yardımı ilə qalib gəlmişdi. Məkkə ilə Taif arasında yerləşən Hüneyn vadisinə baş verən bu döyüş Məkkə fəthindən sonra müsəlmanların gücləndiyi bir dövrdə baş vermişdi. Müsəlmanlar özlərini kifayət qədər güclü hesabı edərək döyüşə çıxmışdılar. Lakin lap döyüşün əvvəlində düşmənin puskusuna düşdülər. Gözlənilməz hücumlar qarşısında ciddi itkilər verən müsəlmanlar geri çəkilməyə məcbur qaldılar. Hətta Həzrət Peyğəmbər salavatullah bir neçə səhabəsi ilə birlikdə qalmışdı. Rəsullahın çağırışına səs verən müsəlmanlar sonradan yenidən toparlandılar və döyüşün gedişini dəyişdilər və Allahın yardımı ilə qalib oldular. Elə bu vaxt Uca Allah Cəbrail əleyhissalam vasitəsilə Hüneyn günü haqqında Tövbə surəsinin 25-ci ayəsini nazil etdi. Ayədə Uca Rəbbimiz belə buyurdu: "Həqiqətən bir çox yerdə, həmçinin Hüneyn günü Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz." Əziz və dəyərli izləyicilər, Həzrət Peyğəmbərimiz bütün qələbələri özündən deyil, hər bir zaman Allahdan olduğunu bildirirdi. Bu xüsusən Hüneyn günündə müsəlmanların rahatlığı məhz bu hadisənin baş verməsinə səbəb olmuşdu. Bu hadisə bir daha bizə onu göstərir ki, nə qədər gücün, imkanı olursa olsun, mütləq mənada o gücün arxasında, o gücü sənə bəxş edən Uca Rəbbimizdir. Uca Allah bütün işlərimizdə, həyatımızda Rəbbimizə yönəlib, bütün qələbənin ondan olduğunu inanan qullarından qərar versin.